Allah verdi Bağırovun haqqında 2 dənə fakt danışacağım. Gözümlə gördüyüm faktı. Biri var ki, mən danışıram, yalan danışıram, oxuyam da, gözümlə gördüyüm faktı. Xocaldan sonra məscidin yanındaydıq. Erməni əsirlər üzülmüşlər, belə erməni əsirlər üzülmüşlər orada, erməni əsirlər üzülmüşlər. Uşaq yaxınlaşdılar dedi, Xocalı uşaq idi. 12-13 yaşı vardı. Əli ilə belə yaxınlaşdı, əsiri göstərdilər ki, əmi, atam anamı böldü. Atam anamı böldü. Allah verdi, dedi uşağı çəkdi, dedi, tapancanı çıxartdı, onun alnından vurdu. Yerindəcə vurdu onu. Dedi, əmi, atanın ananın qısasını aldım. Uşaq ağladı, dedi, uşaq dedi ki, əmi, daha mən sakit oldum, mən heç nə istəmirəm daha. İkinci fakt buydu ki, Allah verdi Xocalı soyğundaşında bir uşaq neydi gətirdilər? Həmin uşağı qucağında gətirdilər, qız uşağıdır. 11 yaşındadır, qızı ermənilər üzülsün zorlamışlar. 11 yaşlı qız uşağıdır, qız donmuşdu, ayaqları ağlanmışdı, paltaca sırtırdı. Allah verdi yılda Vitaliki, dost sürər. Allah verdi Vitaliki, Balasanyanla, dost sürər. Həddən artıq sözlər günə keçir. Onların bir videosu var, ona da. Qəbrin buradan qalmasının səbəbçilərindən biri də Vitalikidir. Vitalikə zəfurdur ki, Vitalik, 10 dənə əsir qaytarıram sənə, biri əsir qaytarıram. 20 dənə kanister hesabı benzacaq. Kanister, yadında kanister hesabı. O adamın yeri maddenə. Kimdir adam? Vitalik sözü fırlatdı, yox. Dedi, verməsən Allah, mənim xəsiyyətimi bilirsən. Tək gəlir o kəndi qırğını, sən postunu qırğını eləyəcəm. Vitalik deyir ki, hal-hazırda həmin adam məzili postunun üstündə durubdu. Məzili posta gedən yolda durub orada, həmin adamın adı budur. Allah verdi, tapancanı çıxartdı, canım üçün yadında. Tapancanı çıxartdı, silahı zadı çıxartdı, qoydu uşağa. Dedi, mənim dalımca gələn qeyrətsizlik kişi deyil. Namussuzdur mənim dalımca gələn. Tək başına getdi, həmin erməni orada öldürdü. Böyük qəhrəman idi. Allah verdi, tək başına kəndə, Allah'a and olsun, Seyid Lazım Ağancı, biz Ağdamlar Seyid Lazım Ağa ilə bəlan düşməli. Seyid Lazım Ağancı da Allah verdi, tək kəndə gedib, tək alıp gəlirdi. Dəstəsinə tək gedib gəlirdi Allah verdi. Allah verdi, tək gedirdi, tapanca belli. Mən bunun ölümü çox maraqlıdır. Mən bunun ölümünün haqqında mən araşdırma yaparım, tapa bilmirəm. Necə oldu ki, bu adam 5 nəfərlə getdi, düşdü, gəldi, bunun beyni sağ idi. Düşmüşdü, təkər üstündə idi. Virsin təkəri bunun üstünə çıxmışdı, can verirdi, nəfəs alırdı. Ağdama gətəndə dedilər ölür. Öz əliylə Xocalı şəhidlərini, bax Allaha and olsun, Xocalı meyitləri var idi ki, heç kim yaxın dura bilmirdi. Ağdam məscidində yuyurdu. Qılçası yox, baş dolmuşdu, öz əlindən meyitləri yuyurdu Allah verdi. Öz əlindən meyitləri yuyurdu. Meyitləri yuyurdu. Bir erməni əsiri almaq üçün, bir Azərbaycan əsiri almaq üçün 7 erməni əsiri verir. 7 erməni əsir verir. Bir xocalamaq üçün cibindən pul çıxardı, pul verirdi. Hamı dedi ki, Allah verdi erməni, Allah verdi 1023 nəfər Xocalının biri alıb, bir o qədər də meydin alıb. Bunu indi faktörü biləm, bir o qədər də meydin alıb. Mənim babamı 2 dəfə geri alıb. 2 dəfə ermənilərdən geri alıb gətirir. Aşqamın ikisində də geri alıb. Bunun qorxusundan Ağdama gəldi. Bu da Fred Asivi'de Allah verdi Bağdada oturmuşlar. Ağdamda vardı, otel vardı. Otelin ertesi çarşıdılar. Fred Şirin Müze de gelmişti. Allah verdi dedi ki biz burada Ağdam alınmayacaq. Fred dedi ki Allah verdi. Mən bir şeydən ürəyimə bir şey damıqsa, Fred'in danışığı tanız Ağdam yaşa. Sözə belə danışır. Ürəyimə bir şey damıq. Biz sözün arkada deyil. Damıqdı ki biz öləcəyik, sonra Ağdam alınacaq. Ermənilər Ağdam alacaqlar. Allah verdi ki, axmaqlar mutlaşır. Bizi kim öldürəcək? Bizim arkamız möhkəmdir. Fred dedi, mənim ürəyimə damıqdı dedi. Bizim ölümümüzün üstündən gəldi dedi, Ağdam alacaqlar. Rəhmətli Allah verdi, öləndən sonra da Ağdam aldılar. Bunun belənci adamların yaxınca da görə. Bunlar